götürə bilər. Təəssüflər olsun ki, biz Şeydayevi itirdik, məsələn də. Hal-hazırda Şeydayev heç milliyə də çağırılmayıb. Məsələn, mən hər dəfə bu Şeydayevin adını çəkirəm, ona görə deyil ki, burada başa düşürəm ki, məsələn, özündədir günah. Amma biz də olaraq əlimizdə o futbolçu resursu az olmağını nəzərə alsaq, belə futbolçuları itirməməliyik. Mən məsələn düşünürəm ki, Dibyazin də vaxtında biz belə hallar olanda bəzən futbolçular öz klubunda oynamasa da onu itirməmək naminə... Mən xatırlayıram, elə keçən il Manqolistanla oyunda siz baş məşqçi olanda siz çağırmışdınız. Ən azından onu çağıra bilərsən bu durumda, ona dəstək olmaq lazımdır. Hə, mediadan, hər tərəfdən təzyiq var, futbolçu da bunu başa düşür, hiss edir. Amma hardansa da bu dəstəyi almalıdır. O dəstəyi məsələn millidən görsə, çağırılsa ora, belə qalmayacaq da. İndi yəqin Neftçidən getsə və yaxud da harasa bir gedəndə bunun potensialı var. Bu yenidən qayıdıb həmən Şeydayev ola bilər. Ona görə biz futbolçularımızı, bu lider tipli futbolçularını itirməməliyik. Hə, nə vaxt ki biz hər pozisiyaya 3-4 futbolçumuz yetişəndə, tutaq ki Portuqaliya, o biri ölkələr kimi, onda biz deyə bilər, hə, sən yanaşman düz deyil, daha yaxşısı oynamalısan, daha yaxşı olmalısan, yerində də əvəz eləyən var. Amma bizdə hələ yoxdur. Arif müəllim, mən siz necə fikirləşirəm? Mən sizinlə razıyam, amma eyni halda, məsələn, mən futbolçuyam, hardasa pis oynadım, amma fikirləşə bilərəm ki, onsuz da məni milliyə çağıracaqlar. Yəni, belə bir rahatlıq bəlkə var futbolçuda. Bəlkə çağırmamaq artıq siqnaldır və Ramil Şeydayev indi... Mən başa düşürəm siz. Amma burada məşqçi psixologiyası var. O deyirlər, məşqçi pedaqoq, özü olmalıdır. O hiss eləməlidir ki, futbolçu nə zaman dediyiniz, onda rahatlıq var. Nə zaman bu ehtiyacdır buna ki, buna dəstək olmaq. O zaman, hal-hazırda mənim fikrimcə, mənlə razılaşarlar mütəxəssislərdir, ona artıq bir balaca dəstək lazımdır. Belə bu tipli futbolçulara bu anda dəstək lazımdır. Birdən-birə kəsib atmaq olmaz. O baxımdan. Bilmək olmaz bəlkə Ramil Şeydayev bundan sonra... Yenə deyirəm ki, Ramil Şeydayev sabah dönəmlərində itmişdi, yox idi. Gəldi Qarabağa, Qarabağda açılışdı, ən yaxşılardandır. Həm Bombardist siyasında, həm getdi xaricə, yenə həmən duruma düşdü. Deməli, bu futbolçunun potensialı var. Onun daim ondan lazımdır ki, fərdi yanaşmaq, onun o daxili həyatına girmək lazımdır. Görək necə olacaq, hər halda biz bütün milli komandamız